Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Aztayan efirində Hədəf Analitik İnformasiya proqramına baxırsınız. Bu dəfəki müzakirə predmetlərimiz indi sağlayacağım istiqamətləri əhatə edəcək. Bir məsələ PKK ilə bağlıdır. PKK-nın dırnaq içərisində rəsmiləri verdikləri məlumata görə PKK özünü buraxıb. Türkiyə rəsmilərinin də bu məsələ ilə bağlı məlumatı var. Görəsən bu hadisədən sonra Türkiyədə nələr dəyişəcək, ümumiyyətlə regionda nələr dəyişəcək və Türkiyənin növbəti istiqamətdə atacağı addımlar nələrdən ibarət ola bilər? Bu məsələnin bir tərəfidir, digər istiqamət isə Cənubi Qafqazla əlaqəlidir. Azərbaycan və Ermənistan arasında sülh məsələsi gündəmdədir və bəzi şartlar var, amma bəzən o şartlar belə demək mümkünsə sönür. Bu da Ermənistandan qaynaqlanan hadisələr yaxud da Ermənistandakı hərəkətsizlik səbəbindən olur. Məsələnin digər istiqaməti isə ümumilikdə Azərbaycan üçün tranzit əlaqələrini inkişaf etdirə biləcək layihələrdən belə deyək, söz aça bilərik. Kəmər yol layihəsi və bu layihənin qarşısına dayanan təhdidlər, həmçinin Pakistan və Hindistan arasında cərəyan edən proseslərin axırı necə oldu, yoxsa bu hələ son deyil. Bütün bu məsələləri biz ayrılan vaxt ərzində toxunacaq gücümüz çatan qədər və studiyamızın qonaqlarını sizə indi təqdim edirik. Bizimlə birlikdə siyasi şərhçi Anar Əliyevdir. Anar, mənim təşəkkür edirik gəldiyinizə görə. Minnətdarıq və Milli Məclisin deputatı Azər Allahverana bizimlə birlikdədir. Məsələnin siyasi tərəfləri maraqlıdır. Odur ki, bu mövzunu təbii ki, sizinlə müzakirə edəcəyik. Təşəkkür edirik gəldiyinizə görə. Elə ilk sualım Azər müəllim sizə olacaq ki, PKK özünü buraxıb deyilir məlumatda. İrəlidə biz qrafikada da təqdim edəcəyik, amma sualdan sonra PKK-nın özünü buraxması ümumiyyətlə nə anlamına gəlir və bu Türkiyə üçün, yaxud da ümumilikdə region üçün nə deməkdir? Məsələ bundadır ki, Rüfət müəllim, bəli, həqiqətən də belə bir informasiya artıq yayılmaqdadır və biz bilirik ki, hadisələrin gedişatı əslində ondan xəbər verirdi ki, bu baş verməli idi və hətta çox qısa bir müddətdə baş verməlidir. Nə üçün? Çünki Abdullah Öcalanın məlum müraciəti var idi və biz nəzərə alsaq ki, bu müraciət təsadüfi bir müraciət deyildi. Çünki çox ciddi regionda proseslər baş verir və bu proseslərin axarında Türkiyənin özünə məxsus bir rolu var. Və əgər biz regionlaşma barədə danışırıqsa, hansı ki, xüsusilə də beynəlxalq münasibətlər sistemində daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Bu regionlaşma Yaxın Şərq, yəni Qara Dəniz, Xəzər dənizi, Cənubi Qafqaz bu bölgədə, yəni Türkiyənin nüfuzu kifayət qədər yüksəlməkdədir. Suriya istiqamətinə diqqət yetirsək, burada da kifayət qədər ciddi proseslər gedir və belə bir hadisələr fonunda Abdullah Öcalanın müraciət etməsi təbii ki, PKK-nın əksər dairələri tərəfindən çox müsbət qarşılanmalı idi. Nə üçün mən əksər dairələr deyirəm? Çünki bəlli məsələdir ki, PKK-nın içində də müəyyən qruplaşmalar var və bu qruplaşmalar ayrı-ayrı siyasi mərkəzlərə və bəzi hallarda bəzi ölkələrin güc strukturlarına bağlı olan deməli qruplaşmalardır ki, o ehtimal oluna bilərdi ki, həmin məhz anti-Türkiyə mövqeyini sərgiləyən bəzi siyasi mərkəzlər o PKK-da olan o proksi qüvvələr vasitəsilə müəyyən rıçaqları işə sala bilərdi. Nəticə etibarilə Abdullah Öcalanın bu müraciətinin bir növ heçə endirməsi ilə bağlı müəyyən cəhdlərə əl ata bilərdilər. Amma görsənən budur ki, nə qədər də cəhd eləsələr də belə, PKK-nın öz daxilində gedən proseslər, xüsusilə də daha çox konstruktiv mövqeydə indən belə diyaloqun artırılması kimi bir siyasətin yürüdülməsində maraqlı olan qüvvələr çoxluq təşkil edir ki, nəticə etibarilə biz əgər bu məlumatı əsas kimi qəbul edirsə, sırf bundan qaynaqlanır. İndi sual doğa bilər ki, bəs bundan sonraki atılan addımlar nə ola bilər? Bəlli məsələdir ki, münaqişə uzun müddətdir davam edir, bir neçə 10 illiklər davam edir. Zaman-zaman bu və ya digər dövlətlər bu münaqişədən hətta rıçaq kimi istifadə edirdilər bölgədə gedən proseslərə. Amma bu münaqişənin də bir var döyüş meydanında baş verməsi. Bir də var dialoq platformalarında hansısa bir formada narazı tərəflərin maraqlarının, mövqelərin yaxınlaşdırılması və onların maraqlarına cavab verə biləcək bir mühitin əldə olunması ilə özünü biruzə verə bilər ki, ikinciyə daha çox üstünü verirlər. Nə üçün? Çünki PKK-nın da daxilində müharibədən yorulan, müharibədən bezən kifayət qədər böyük qüvvələr var. Digər bir tərəfdən də indi bu da danılmaz bir faktdır ki, Amerika Birləşmiş Ştatlarının prezident seçkilərindən sonra bölgədə yeni bir mənzərə müşahidə olunmaqdadır. Sanki Birləşmiş Ştatlar PKK-ya dəstəyin. Bəli, müəyyən dairələr, biz onu belə deyək də unitar şəkildə demirik. Yəni bu bir mənalı olaraq deyil, bəzi qüvvələr. Bəzi qüvvələr o rıçaqdan istifadə edirlər ki, artıq yeni prezident administrasiyası onların da bu kimi cəhdlərini
və xarici siyasət kursunun, yəni Amerika Birləşmiş Ştatları xarici siyasət kursunun bir qədər dəyişdiyini müşahidə ola bilər. Çünki iqtisadi maraqların ön plana çəkilməsi və bu maraqların təmin olunması üçün qeyri-münaqişə, daha çox sülh şəraitində bir bölgə ilə daha sıx təması qurulması amili burada daha çox özünü biruzə verməkdədir ki, mən bununla da bağlayıram həm də bu prosesləri və görünən odur ki, bəli, çox ciddi bir siyasi gedişlər etdi Türkiyə hökuməti və bu da rəğbətlə qarşılandı və bölgədə nəhayət ki, uzun müddətli və dayanıqlı sülhün qurulması üçün çox əlverişli bir mühit yaranır. Burada eyni zamanda Türkiyə üçün bunun müsbət cəhəti odur ki, artıq Türkiyə həmin o dediyimiz gərginlikdən uzaq, münaqişənin baş verdiyi bölgələrdə daha çox belə deyək, sülh proqramlarının həyata keçirilməsi, nəinki hərbi əməliyyatlar, indi hərbi əməliyyatlar böyük bir güc idi, insan tələfatı və digər məsələlər, indi artıq yeni proqramlar, daha çox humanitar yönümlü proqramlar, sülhə, həmin o bölgəyə normal həyatın qaytarılması, iqtisadi zəmində bir çox layihələrin işə salınması, eyni zamanda bu da PKK indi bugün özünü buraxır, amma bu demək deyil ki, bu PKK-nın əsas lideri olan da göyə çəkilir. Göyə çəkimi təbii ki, onlar formatı dəyişirlər və ola bilər ki, burada hansısa lokal şəkildə yerli icmalar səviyyəsində bu və ya digər formada o prosesdə iştirak etməklə özünü bir növ reabilitasiya etməyə cəhd edilir ki, bu da daha çox onlara gəlir gətirən bir məsələdir və bir də ki, siyasi məqsədlər vardır. Siyasi məqsədlər üzərindən münaqişənin aparılması və ya siyasi məqsədlər üzərində qurulacaq münaqişəyə rəvac verilməsi bu heç də özünü doğruldan bir hal deyil. Yəni, ən azından bizdə gedən proseslər onu göstərdi ki, heç bir zaman işğalla heç bir tərəf barışası da deyil və gec ya tez bu işğala son qoyulacaq və bölgəyə nəhayət ki, uzun müddətli dayanıqlı bir sülh qayıda bilər ki, bizə qardaş olan Türkiyədə də belə bir hadisələrin bu şəkildə cərəyan etməsi bölgəyə ancaq sülh və əmin-amanlıq gətirə biləcək hadisələrin olması da xəbər verir. Bəyazır müəllim və siz bizim bölgəmizdə olan baş verən hadisələrlə bağlı danışdınız. Birazdan o məsələyə toxunacaq və detallı şəkildə canınıza toxunacaq. O ki, qaldı PKK məsələsinə. Anar müəllim, bir qrafik təsvirimiz var. Bundan əvvəl AK Partiyanın sözçüsü Ömər Çelik açıqlama vermişdi. Xahiş edəcəm rejissorumuzdan o qrafik təsviri gətirək ekrana və elə buradan oxuyaq onun qeyd etdiyi istiqamətləri. Deməli, belə deyib Ömər Çelik, AK Partiyanın sözçüsü, İmraldan gələn çağırışdan sonra PKK-nın özünü buraxması və silahları yerə qoyma qərarı terrordan azad Türkiyə hədəfinə doğru atılmış mühüm addımdır. Əgər terrorizm tamamilə aradan qalxarsa, bu yeni bir dövrün başlanğıcı olacaq. Bu proses dövlət qurumlarımız tərəfindən yerlərdə ciddi şəkildə izlənəcək. Gələn mərhələlər prezidentimizə deməli təqdim olunacaq. Burada diqqəti çəkən bir sıra istiqamətlər var. Misal üçün, əgər terrorizm tamamilə aradan qalxarsa, yəni Türkiyə hökumətində, Azər müəllim, sizin də qeyd etdiyiniz kimi, belə deyək, tam dəqiq bir proqnoz yoxdur ki, bu terror prosesi tam yekunlaşacaq. Çünki PKK-nın hərəkətlərini müəyyən qədər bələddirlər. Bu terror təşkilatının atdığı addımlar, digər məsələlər. Və bu məsələyə sizin də fikriniz maraqlıdır. Yeri gəlmişkən, hörmətli tamaşaçılar, ilərdə bir canlı bağlantımız da əgər alınsa olacaq. Ragib Kutay Karaca, beynəlxalq əlaqələr üzrə ekspert, qardaş Türkiyədən bizimlə canlı bağlantıya qoşulacaq. Rejissorumuzdan xahiş edəcəm, əgər hazır olsa onunla bağlı məlumat verər. Terrorizm tamamilə aradan qalxarsa, Ömər Çelik deyir. Doğrudan da belə bir ümid var, amma bunun reallaşma məsələsi, yəni PKK-nın belə demək mümkünsə, Türkiyədən artıq, türklər demiş ki, əlində sonunda əl çəkməsi məsələsi hazırki vəziyyətdə PKK-nı dediklərinə görə özünü buraxmasından sonra nə qədər realdır? Təşəkkür edirəm. Hörmətli millət vəkilməsində bir çox istiqamətlərə toxundu. Mən bir qədər də fərqli məsələlərə toxunmaq istəyirəm. Xüsusilə də sizin qeyd etdiyiniz istiqamət. Bəli, Türkiyə prezidenti Erdoğan da qeyd etdi ki, bundan sonra Türkiyə dövləti və Türkiyə cəmiyyəti daha ciddi siyasi proseslərə hazır olmalıdır. Çünki bu yekun deyil, bu növbəti bir mərhələnin başlanğıcıdır. Ya müsbət istiqamətlə başlanğıc, ya da növbəti dəfə PKK-na üzərindən oyunlar qurmaq istəyən kənar güclərin ölkə daxilində başlada biləcəyi böyük proseslərin bir başlanğıc nöqtəsi ola bilər. Digər tərəfdən, biz PKK-nın yaranma mahiyyətinə, onun fəaliyyət göstərdiyi, istifadə etdiyi metodlara, eyni zamanda onun strukturlaşmasına fikir versək, görərik ki, PKK-nın buraxılması ilə bağlı bir bəyanat kifayət qədər yetərli bir proses deyil ki, hesab eləyək ki, təxminən 50 il ərzində dövr eləyən, o 50 il ərzində fəaliyyət göstərən bir terror təşkilatı bu bəyanatla yekunlaşdı, bitdi. Türkiyə mətbuatının, region mətbuatının verdiyi məlumata görə, may ayının 5-i 7-si tarixlərində məhz Öcalanın çağrışı əsasında, müraciəti əsasında, o terrorçu başının müraciəti əsasında, bunu heç vaxt unutmamalıyıq, təbii ki, minlərlə
günahsız insanın, körpənin qanına əli batmış bir terrorçudur o şəxs. Onun çağrışı əsasında PKK liderlərinin bir toplantısı görüşü keçirildi. Bəli, qurultay deyirlər. Qurultay bir legitim təşkilatın ola bilər də. Baxmayaraq ki, onlar özlərini Kürt İşçi Partiyası, Kürt Fəhlə Partiyası adlandırırlar. Amma bu heç bir halda bir siyasi fəaliyyət deməli, platforması olmayıbdır. Hər zaman yalnız terrora dəstək verən və terroru özünün fəaliyyət metodu kimi qəbul etmiş, həyata keçirmiş bir cinayətkar qruplaşmadır. Ona görə də onların bir toplantısının olduğu haqqında məlumat verilir və orada bir neçə istiqamətlə bağlı mövqe, bəyanat səsləndirilibdir. O istiqamətlərdən biri PKK-nın buraxılması ilə bağlıdır. Eyni zamanda ikinci istiqamət artıq bundan sonra Türkiyəyə qarşı daxildə və kənar ərazilərdən, yəni Suriya, İraq və eyni zamanda İran, mən İran faktorunu da qeyd edəcəm birazdan sonra, yəqin ki, xüsusi olaraq qeyd etmək istəyirəm. Çünki PKK ilə bağlı az da olsa, kiçik də olsa bir elmi araşdırmalar aparmış bir şəxs kimi deyirəm ki, İranla bağlı çox ciddi əlaqələri var idi. Baxmayaraq dəfələrlə təksib olunurdu, amma PKK-nın uzun illər ərzində Türkiyəyə qarşı bu qədər ayaqda dayanaraq terror hadisələri törətməsinin əsas maliyyə mənbələrindən, əsas silah demək, təminatçılarından biri də məhz İran rejimi olubdur. Çox təəssüf ki, qonşuluqdan, bəli, təbii ki, İrandakı bəzi qüvvələrdən söhbət gedir, xüsusilə Sepahdan gedir. Baxmayaraq ki, qonşuluqdan dəm vururlar, baxmayaraq ki, İslam həmrəliyindən dəm vururlar və s. və s. İkinci istiqamət ondan ibarət idi ki, qonşu ərazilərdən Türkiyəyə terror hücumları dayandırılacaqdır. Heç bir terror hücumları həyata keçirilməyəcək. Siyasi mübarizə metodlarına istifadə olunacaqdır. Amma orada çox maraqlı bir istiqamət var. Orada qeyd olunur ki, burada əsas, bax, diqqətə alınması məsələlərdən biri, Türkiyə ərazisindən PKK-yə cəlb edilmiş, terror təşkilatının fəaliyyətinə cəlb edilmiş terrorçuların reabilitasiya prosesi, onlar Türkiyə cəmiyyətinə, onların əlində olan silahlar necə təhvil veriləcək, onlar Türkiyə cəmiyyətinə necə yenidən inteqrasiya edəcəkdir, daha doğrusu reinteqrasiya edəcəkdir və eyni zamanda Türkiyə cəmiyyəti nə dərəcədə buna inanacaq? Bilirsiniz, bizim üçün də çox maraqlı məsələdir. Axı uzun illər ərzində o terror təşkilatı ilə müxtəlif razılaşmaların həyata keçirilməsindən sonra hansı xain addımların atıldığı PKK tərəfindən çox yaxşı bilirik. Dəfələrlə özdə tək Türkiyə ərazisində deyil, Türkiyənin kənarında da fəaliyyət göstərən Türkiyə iş adamlarına və səfirliklərə qarşı Asala ilə birgə hətta. Üzrü sayın sözünüzü kəsdim. Bu dediyiniz məsələ çox vacib məqamdır. Türkiyənin özündə bu hadisəni necə qarşılayırlar? Yeri gəlmişkən hazırda bizim bir canlı bağlantımız var. İcazənizlə o canlı bağlantıya qoşulaq. Daha sonra sizin xahiş edəcəm fikirlərinizi davam etdirərsiniz. Hörmətli tamaşaçılar, bizimlə birlikdə beynəlxalq əlaqələr üzrə ekspert qardaş Türkiyədən Raqib Kutay Karaçadır. Hər vaxtınız xeyirli olsun. Xoş gördük sizi. Hoş bulduk. Can Azerbaycan'a çok selamlar, saygılar. Teşekkür ediyorum. Buyurun. Biz də sizə təşəkkür edirik canlı bağlantıya qoşulduğunuz üçün. Qardaş Türkiyəyə biz də çoxlu salamlarımızı göndəririk. Soruşmaq istədiyiniz məsələ ortadadır. PKK-nın özünü buraxdığına dair məlumat var. Qardaş Türkiyənin rəhbərliyindən də bu barədə məlumatlara reaksiyalar gəlib və təbii ki, biz Azərbaycanlılar üçün, Azərbaycanda yaşayan xalqlar üçün də təbii ki, maraqlıdır ki, qardaş Türkiyədə nələr baş verir və diqqətlə izləyirik, həmişə də Türkiyə ilə həmrəyik. Bu mövzuda necə fikirləşirsiniz? PKK-nın özünü buraxması qardaş Türkiyədə sabitliyə, stabilliyə, sakitliyə şərait yaradacaqmı? Və sizin baxış bucağınız bu baş verən hadisəyə nədən ibarətdir? Teşekkür ederim Rüstem Bey. Şöyle, tabii ki silah bırakma kararı çok önemli bir karar. Ama bu tek başına yeterli mi? Sayın Dışişleri Bakanı Hakan Fidan bunu 9 Mayıs'ta yaptığı bir konuşmada aynen şu şekilde ifade etti. Yalnızca silah bırakmak da tek başına yetmez. İllegal yapılarını ve istihbari yapılarını da ortadan kaldırmaları gerekiyor dedi. Şimdi şöyle anlatayım. PKK bir yerel örgüt değildir, lokal bir örgüt değildir. PKK birçok alandan farklı ülkeyle ilişkisi olan ama bunun yanında İnsan kaçakçılığından uyuşturucu kaçakçılığına, kara para aklamaktan silah kaçakçılığına birçok illegal yapının da içerisinde olduğu bir terör örgütüdür. Dolayısıyla PKK'nın silah bırakması evet önemlidir ama PKK içerisindeki o yapıların da tamamen tasfiye edilmesi ve PKK'nın
özellikle ekonomik anlamda girdi sağlandığı her türlü illegal yapının, kanunsuz yapının da sonlandırılması gerekiyor. Şimdi bu birinci unsur. İkinci unsur, PKK'nın bir kolu biliyorsunuz Suriye'de. Şimdi Suriye'de merkezi hükümetle Suriye Demokratik Güçleri, bu PKK'nın PYD, YPG kolunun da içerisinde olduğu Suriye Demokratik Güçleri bir anlaşma imzaladılar ve bu anlaşmaya binaen de merkeze katılma kararı aldılar. Burada şimdi bir noktada budur. Bu güçlerin de silahlarını teslim ederek Suriye Merkez Hükümeti'nin ordularına katılmaları gerekiyor. Tabii demin sizin ekranlarınızda değerli yorumcular da bu konuya bahsettiler. Bir de işin hem dışarıda hem içeride insani noktası var. Yani şöyle, PKK'nın Kandil'de, Irak'ta, yani Suriye'de yer alan örgüt elemanları, Türkiye Cumhuriyeti vatandaşı olan örgüt elemanlarının, işte suça karışmamış olanlarının bir şekilde affedilmesi gündemde. Hapishanelerde terörle iltisaklı olduğu düşünülenlerin affedilmesi gündemde. Bir de tabii kırmızı kodla Türkiye'nin aradığı PKK'nın üst düzey yapılanması var. Bunlar için şöyle bir şey düşünülüyor. Bir kere Türkiye'ye girmeleri kesinlikle yasak. Başka bir ülkede ikamet edebilirler ama Türkiye'ye kesinlikle giremezler. Tabii bir de silahın nasıl bırakılacağı konusu. Bugün bir iki tane yerde bu konuda haberler çıktı. İşte Birleşmiş Milletler vasıtasıyla silah bırakılacağı yönünde. Bu da önemli bir şey. Şimdi bunlar tabii öyle hemen ortaya çıkan bir ve sonuçlandıracak bir süreç değil, biraz zaman alacak. Ama şunu söyleyebilirim, benim dikkatimi çeken burada PKK silah bırakırken Türkiye'de PKK'nın katlettiği 50 bine yakın insanı ve onların ailelerini de bir kenara atmamak lazım. Dolayısıyla PKK'nın yaptığı açıklamada, fesih açıklamasında Türkiye'nin kurucu anlaşması olan, kuruluş anlaşması olan Lozan Anlaşması'na çok önemli bir hakaret var. İşte bu tip söylemlere de çok dikkat etmek lazım bu konularda. Eynən, eynən. Biz sizə təşəkkür edirik bu məlumatları bizə ötürdüyünüz üçün və sizin qeyd etdiyiniz bir sıra məqamlar var idi. PKK-nın Suriye ordusuna qatılması ilə bağlı məsələ, həmçinin də silahsızlaşdırma, yəni silahların yığılması. Bununla bağlı da məlumat verdiyinizə görə sizə təşəkkür edirik. Minnətdarıq. Çox sağ olun. Sağ olun, kolay gelsin. Təşəkkürlər, minnətdarıq. Hörmətli tamaşaçılar, bir daha nəzərinizə çatdıraq. Bizimlə canlı bağlantıda qardaş Türkiyədən beynəlxalq əlaqələr üzrə ekspert Rəqib Qutay Karaca idi. Onun qeyd etdiyi bir sıra maraqlı məsələlər var idi. Onlar mən bu barədə sizdən qısa olaraq soruşacaq. Amma ondan əvvəl nəzərinizə çatdırım. Beynəlxalq Münasibətlərin Təlim Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev bizimlə birlikdədir. Cavid müəllim, xoş gəlmisiniz. Təşəkkür edirik gəldiyinizə görə. Anar müəllim, iki istiqamət və uyğun bilsəz digər istiqamətlərdə toxunarsınız. PKK-nın Suriyanın ordusuna qatılması məsələsindən danışdı. YPG-nin. YPG-dən söhbət gedir. Əslində, bayaq mən o strukturlaşma deyəndə onu demək istəyirdim. Söhbətimiz yarımçıq qaldı. İkinci məsələ də BMT tərəfindən silahsızlaşdırılma. Bu iki məsələ nə qədər realdır? Məsələ nədir? Məsələ ondadır ki, bayaq mən qeyd edirdim. Əslində, Türkiyəli hörmətli ekspertimiz çox yaxşı istiqamətlərə toxundu. PKK deyəndə onun strukturlaşmasına çox ciddi fikir vermək lazımdır. Yəni, bugün PKK Kandildən belə bir qərar verirsə, Qəndil dağılığından belə bir qərar verirsə, bu YPG tərəfindən, PYD tərəfindən necə qəbul ediləcək və icrası ilə bağlı proseslər necə həyata keçiriləcək, bunlar özü sual doğurur. Bu bir. İkincisi, burada mühüm məsələlərdən biri, Suriyada mövcud keçid hakimiyyəti terrorçu Suriya Azad Ordusu kimi adlandırdıqları, amma terrorçu qruplaşmanın demək ki, Suriya ordusu tərkibinə daxil olunması ilə bağlı bir razılaşma imzalandı və bunun özü bir təhlükə olaraq qalmaqdadır. Həmin terrorçular, hansı ki, Suriya ordusunun dövlət olaraq ordunun tərkibinə daxil olublar, hansısa bir anda yenidən silahı Türkiyə vətəndaşına, dinc sakinə yönləndirməyəcəyi ilə bağlı bir qarantiya varmı? Təəssüf ki, bu qarantiya yoxdur.
İkinci bir məsələ. Mən hesab edirəm ki, bax bu məsələlərə toxunuruq. Mən PKK-nın özünü buraxması ilə bağlı fikirlərdən danışarkən mənim əsas xəttim budur ki, PKK bunu könüllü şəkildə həyata keçirmədi. Bu məcburi bir gediş idi. Bunu heç zaman unutmaq olmaz. Yəni, Türkiyə bu cəhətdə təkdir deyə bilərikmi? Türkiyə tək deyil. Türkiyənin kifayət qədər dostları var. Eyni zamanda elə Türk dünyası da təbii ki. Amma təbii ki, PKK-dan, onun digər qanatlarından Türkiyəyə qarşı, Türkiyənin güclənməsinə, regional gücə çevrilməsinə qarşı alət kimi istifadə edən kifayət qədər güclər var. Elə başda da ABŞ dayanırdı və bəli, çox gözəl bir əqəsində qeyd etdi hörmətli millət vəkilimiz. ABŞ-də administrasiya dəyişikliyi regionlarda, bir çox regionlarda terrorçu fəaliyyətlərlə bağlı məsələlərə müəyyən qədər fərqli yanaşma, yeni redaktələr etmək məcburiyyətində qoydu. Çünki, məsələn, biz ABŞ düzdür, bunu adətən daha çox deyirlər ki, orada silahların verilməsi ilə bağlıdır. Amma biz ABŞ demək konqresində də, nümayəndələr palatasında da kifayət qədər PKK ilə bağlı, Türkiyə əks mövqeyə qoyulan, Türkiyənin haqlı mövqeyinin qəbul edilməməsini özünü əks etdirən bəyanatları eşidirdik. Xüsusilə də Nancy Pelosi kimi bir faktor var idi bunları. Hamımız çox yaxşı bilirik. Amma bu faktorlar, xüsusilə demokratlar dövründə də bu faktorlar müəyyən qədər arxa plana keçibdir. Ona görə də PKK daha ciddi dəstəyi ala biləcəkmi, yeni silah partiyaları əldə edə biləcəkmi və onun digər qanatları Suriyada, İraqda və s. Bunlar əldə edə biləcəkmi? Bununla bağlı problemlər yaranıbdır. Ona görə mən hesab edirəm ki, bu məsələ, bu faktor var. Eyni zamanda AK Parti hakimiyyətə gəldikdən sonra çox mühüm bir gediş edilmişdi. Dövründə çox ciddi tənqidlərə məruz qalan, amma təxminən bir 20 il keçdikdən sonra böyük nəticələr, müsbət nəticələr doğurduğu artıq etiraf edilən çox böyük bir siyasət var idi. Kürd açılımı. Hamımız xatırlayırıq onu. Kürd açılımı vasitəsilə insanlara, Kürd dağlarda yaşayan, köylərdə, kəndlərdə yaşayan insanlara Türkiyə cəmiyyətinə sivil olaraq qoşulmaq, Türkiyə idarə etməsində iştirak etmək, pullar qazanmaq, təhsil almaq imkanları təqdim edildi və ona alternativ olaraq PKK onları dağa çağırırdı, silahlanmaya çağırırdı və s. Belə bir alternativin verilməsi Türk ailələrində, Türk gənclərində artıq PKK terror təşkilatının fəaliyyətindəki o cəzbedicilik itirdi tədricən, itməyə başladı. Və bugün PKK-nın ən böyük problemlərindən biri artıq yeni gənc nəsillər hesabına öz bazasını gücləndirə bilməməsi ilə bağlıdır. Artıq insanlar, gənclər dağlara çıxmaq istəmir, şəhərlərə üz tuturlar, elmə, təhsilə, biznesə üz tuturlar. Buna görə də bugün PKK-nın atdığı addımı, yəni böyük bir gediş kimi, böyük bir jest kimi təbliğ etmək olmaz. Bu PKK-nın atdığı məcburi bir addımdır, məcburi bir gedişdir və bunun arxasında dayanan məsələlərdən biri də budur. Digər tərəfdən hörmətli ekspertimiz bir məsələyə toxundu. Mən hesab edirəm ki, bax bu məsələ ciddi şəkildə daim nəzərdə saxlanılmalıdır. Silahların təhvil verilməsi prosesi. Bugün hərdə ki, sözdə bəyanatlar səslənib. Amma onun əməli addımları necə həyata keçiriləcək? Bunlar uzun müddət müzakirələr, uzun müddət texniki işlərin həyata keçirilməsini tələb edir. Çünki burada yalnız PKK-nın əldə etdiyi hansısa yüngül silahlardan söhbət getmir. Elə ABŞ-də başda olmaqla keçmiş administrasiyanın, demokratlar administrasiyasının uzun illər karvanlarla, maşın karvanları ilə təqdim etdiyi çox ağır silahlardan söhbət gedir ki, o silahların təhvil verilməsi prosesləri var. Bax, bunların özü bəli, artıq təklif olunur ki, bu BMT vasitəsilə həyata keçirilsin. Müxtəlif variantlar olacaq yəqin ki. Amma mühüm məsələlərdən biri bəli, hesab edirəm budur. Eynən. Və yeri gəlmişkən PKK özü də razılıq verib ki, silahların təhvil verilməsi prosesinə başlanılsın. Amma sizin dediyiniz kimi, yeni informasiyaya görə, sizin dediyiniz kimi o proses necə olacaq, bu əsas suallardan biri budur. Cavad müəllim, bu istiqamətdə sizin fikirlərinizi bilmək istəyərdik ki, bir terror təşkilatının 50-dən çox yaşı olan, səhv etmiriksə, terror təşkilatının və eyni istiqamətdə mübarizəni aparan, həmçinin də, sizin qeyd etdiyiniz məsələ, dağlarda, yaxud da sivilizasiyadan kənarda yaşayan Kürd əsilli kökənli insanların Türkiyədə yaşamasına şərait yaradan Türkiyəyə qarşı dezinformasiya xarakterli, onları yenidən dağlara çağırmaq üçün Türkiyə sizi assimiliyasiyaya uğradacaq, milliliyinizi qoruyun deyə dezinformasiya xarakterli. Bəli, bu şüarları səsləndirirdilər. Bu kimi addımları atan PKK-nın hansı ki özünü buraxıb, belə demək mümkünsə, növbəti etaplarda silahsızlaşdırılması və digər məsələlər sizin üçün nə qədər real görünür? Türkiyə PKK ilə mübarizə siyasətində son illərdə ciddi bir dəyişiklik elədi. Xüsusən Ədalət və İnkişaf Partiyası dövründə. Bu da ondan ibarətdir ki,
Türkiyə terror təşkilatı ilə yox, terrorizmlə mübarizə aparmağa başladı. Yəni bunlar ikisi bir-birindən fərqli məsələlərdir. Terror təşkilatı ilə silahla mübarizə apararsan, terrorizmlə mübarizənin isə yolları başqadır. Məsələ qeyd edirsiniz ki, gəncləri öz tərəfinə çəkməyə, kürdləri öz tərəfinə çəkməyə çətinləşdir. Bu əslində terrorizmlə mübarizənin nəticəsidir. Nə deməkdir bu? Terror təşkilatının özünü möhkəmləndirmək üçün, gücləndirmək üçün bəsləndiyi qaynaqları qurutmaq deməkdir. Terrorizmlə mübarizə budur. Yəni, o regionun sosial-iqtisadi problemlərini, siyasi problemlərini həll edərək PKK-nın bəslədiyi qaynaqları, mənbələri qurutdu Ədalət və İnkişaf Partiyası dövründə. Bu, terrorla terrorizm arasındakı əsas mübarizə fərqi budur. Anar mənim qeyd elədi, PKK məcbur oldu təhvil. Bəli, həqiqətən də PKK məcbur oldu. Bunun 3 səbəbi var. Birinci səbəbi odur ki, PKK terror təşkilatı hərbi cəhətdən uduzdu. Yəni, bugün PKK sıxışıb qalıb İraqın şimalında Qəndil dağına. Niyə? Hətta İraqın şimalındakı Kürdistan bölgəsi belə onu dəstəkləmir. Aralarında rəqabət belə var. Silahlı terrordan istifadə edərək Kürdlərin hüququnu qoruduğunu iddia etməsi əslində Kürdlərə ən böyük zərəri verdi. Və bunlar bunun artıq fərqini gördülər. Bunun başa düşdülər belə deyək. Dezinformasiyanı Türkiyə dövlətinə qarşı, türklərə qarşı istifadə etməyə çalışarkən özləri bundan daha çox uduzmağa başladılar. Məsələn, Türkiyədə son illərdə gedən məşhur bir proses var. Analar o PKK tərəfindən qaçırdılıb dağa aparılan uşaqların anaları getdi, oturdu Diyarbəkirdə, İstanbulda. Bu, indiki hansı ki bu prosesdə aktiv rol oynayan DEM partiyanın daha əvvəl HDP idi. Onun ofislərinin qarşısında dedi ki, bizim uşaqlarımızı geri gətirin. Yəni, bu, onların siyasi dayanağına çox böyük bir zərbə vurdu. Terrorizmlə mübarizə budur. Türkiyə bu siyasətində, yəni hətta Türkiyədə belə bir şey deyilirdi. Terrorla mübarizəni yıxmışdılar daha əvvəl Ədalət və İnkişaf Partiyası dövründən əvvəl ordunun üstünə. Amma Ədalət və İnkişaf Partiyasının dövründə bunu bütün dövlət qurumları bölüşməyə, paylaşmağa başladı. Birincisi, PKK hərbi olaraq uduzdu. Yəni, Türkiyə bir zamanlar 90-cı illərdə Türkiyənin şərq vilayətlərinə ordu yox, polis girə bilmirdi. PKK vergi toplayırdı, PKK yol kəsirdi, PKK öz adamlarını təyin edirdi, oraları idarə eləməyə. Amma hal-hazırda Türkiyə daxilində onlar terror həyata keçirə bilməyəcək vəziyyətə düşüblər, təmizləniblər. PKK-dan təmizlənən Türkiyənin şərq vilayətlərində artıq turizm zonaları yaradılır, neft çıxardılır və bu oranın iqtisadi inkişafına xidmət göstərilir. PKK hərbi olaraq Türkiyə içində bitdi və getdi, sıxışdı Qəndil dağına. İkincisi, siyasi olaraq Kürd məsələsindəki partiyalar, nümayəndələr artıq Türkiyə Böyük Millət Məclisində, hətta hökumətin içində belə var. Yəni, bugün hökumətin içində Kürd əsilli insanlar var. Hətta xaricdə nazir. Yəni, vitse-prezident məsələn. Vitse-prezident və bunu heç kim inkar eləmir. Bu, o qədər də problemli bir məsələ deyil. Və bu səbəbdən artıq bu ikinci olaraq PKK-nın o dayanaq nöqtəsini kəsdi Ədalət və İnkişaf Partiyası və artıq Türkiyə daxilində siyasi olaraq Kürdlər də təmsil olunur. Baxmayaraq, Türkiyə əhalisinin 10-15%-ni təmsil edir və siyasətində təmsil olunurlar. Türkiyə Böyük Millət Məclisində özünüz görürsünüz, özlərinin qrupları da var. Yenə də 9%, 10%, 8% ən çox səs alan partiyalardan biridir. Burada belə bir məsələ də var. Türkiyə uzun müddət indiki DEM partiya ilə PKK arasında əlaqəni kəsməyə çalışdı və DEM partiyaya ən çox tənqid bundan ibarət idi ki, sən Kürd partiyası olmamalısan, sən Türkiyə partiyası olmalısan. Bu səbəbdən artıq DEM sən PKK-nın siyasi qanadısan. Bəli, olma. İndi yavaş-yavaş ondan uzaqlaşdı və indi Türkiyədə DEM partiya sadəcə Kürdlərdən və ya PKK tərəfdarı olan Kürdlərdən deyil, başqa tərəflərdən də səs almağa, dəstək almağa. Bu da müsbət bir haldır. Onların Türkiyəyə inteqrasiya olması baxımından. Üçüncü ən vacib məsələlərdən birisi PKK bölgədə siyasi olaraq yalnızlaşdı.
Yəni Türkiyə bunu bacardı. Baxmayaraq ki, ona regionda dəstək, hətta regionda belə dəstək vermək istəyən qüvvələr var, dövlətlər var. Amma Türkiyə onu yalnızlaşdırmağı, izolyasiya eləməyə bacardı. Yəni PKK nümayəndələri hərəkət eləyə bilmirlər artıq. Ora-bura keçə bilmirlər. Türkiyə dövləti siyasi olaraq bunu bacardı. Yəni bu üç səbəb, bir hərbi olaraq uduzmağı, iki siyasətən təmsil olunmağı, üç regionda siyasətən izolyasiya olunmağı məcbur elədi ki, PKK gəlsin, təslim olsun. Proses nə vaxt başladı? Proses bir il bundan əvvəl başladı. Nə vaxt biz görməyə başladıq prosesi açıq bir şəkildə? Biz keçən il Türkiyə Böyük Millət Məclisinin açılışında Dövlət Baxçalının DEM partiyalılarla görüşməsi ilə bir yerdə gördük. Sonra açıqlama elədi. Dedi ki, Öcalan açıqlama versin. Yəni bunun bayrağını Dövlət Baxçalı Türk milliyyətçilərinin təmsilçisi olaraq apardı qabağa. Amma bu hansı dövrdür? PKK-nın ən zəif olduğu dövrdür. Yəni Türkiyə dövləti elə bir vaxt PKK-ya bu təklifi, necə deyim sizə, verdi ki, PKK-nın başqa şeyi qəbul eləmək şansı yox idi. Çünki uduzmuşdu və gedərək də daha çox uduzurdu. İndi bugün açıqlamalara baxırıq, bəli, bu məsələ müsbət bir halda, amma bu məsələ bir dövrün bitdiyini, yeni bir mübarizə dövrünün başladığını göstərir. PKK-nın açıqlamasını oxudum mən, silahları təhvil vermək və təşkilatı ləğv etmək haqqında. Bunu da qeyd edelim ki, bundan əvvəl PKK 11 dəfə belə açıqlama veribdir. 11 dəfə özünün ləğv elədiyini deyibdir. Amma indiyə kimi müəyyən müdaxilələr, xarici müdaxilələr, təşkilatın içindəki mübarizə buna imkan verməyibdir. Sabotaj eləmək istəyirlər. Məsələn, hal-hazırda Türkiyədə ən çox diqqətlə üstündə davranılan məsələlərdən biri ki, bu yaranan müsbət ab-havanı kimsə sabotaj eləyə bilər. Yəni PKK-nın içindəki söhbət İrandakı PEJAK-dan, YPG, PYD-dən və ya PKK-nın özündən getmir. PKK-ya dəstək verən, PKK iki cürdür. Bir silahlı qanadı var, bir də kiçik hücrələr dediyi belə balaca-balaca qruplar var, hansı ki, mərkəzi qərarlara bəzən təslim olmurlar. Əvvəlki dövrlərdə onlar elədilər. Məsələ, səhv eləmirəmsə, 2009-2010-cu ildə PKK dedi, ləğv eləyirəm özümü, PKK şahinləri deyə bir qrup çıxdı ortaya və başladı bir neçədən terror hadisəsi törətməyə. Başlıca məqsəd nə olaraq qiymətləndirildi? Başlıca məqsəd yaranan o müsbət ab-havanı ortadan qaldırmaq, təkrar dövlətlə o prosesi qarşı-qarşıya gətirmək. Yəni, indi ən çox narahat olunan məsələlərdən biri budur ki, kimsə orada bir provokasiya, bir sabotaj eləyə bilər. PKK-nın açıqlamasına baxanda tamamən başqa məsələlərdən bəhs edir. Hansı ki, Türkiyə dövləti qətiyyən bunları müzakirə eləmir. Və bunu nəyə görə deyirəm? Bu, o deməkdir ki, yeni dövrdə fərqli məsələləri gündəmə gətirəcəklər. Fərqli müzakirə mövzularını gündəmə gətirəcəklər. Burada yenə ən çox müzakirə olunan məsələlərdən biri budur ki, Abdullah Öcalanın taleyi necə olacaq? Çünki o bu prosesdə aktiv rol oynadı. Hələ ki, dövlət, yəni gedən müzakirələr içində onu azadlığa buraxmaq... Cavabı yoxdur hələ ki. Yox, elə bir açıqlama, elə bir şey olacağı gözlənilmir və ya ev həbsi olsun, azadlığa vursun, elə bir şey gözlənilmir. Bəlkə həbsxana içində müəyyən daha rahat hərəkət etməyinə imkan yarada bilərlər. Məsələn, görüş sayını artırarlar. Bu da zamanla artıq bilinəcək. Görüş sayını artırarlar, qohumları daha çox görüşə bilər, siyasilər daha çox görüşə bilər. Amma hələ ki, onun azadlığa buraxılması, ev həbsinə buraxılması haqqında bir müzakirə yoxdur. Amma bunu da deyim ki, Türkiyə daxili siyasətinə çox həssas bir məsələdir. Çünki PKK-nın şəhid etdiyi on minlərcə insan var, onların ailələri var, yaxınları var. Bu səbəbdən bu bir başlanğıçdır və bundan sonra yeni bir dövr başlayır Türkiyə üçün. Amma mən bunu da deyim də sizə, 78-dən bu tərəfə 27 ildə Türkiyə PKK-ya mübarizəyə 2 trilyon dollardan çox pul xərcləyibdir. Və o Türkiyə iqtisadiyyatına getsəydi daha fərqli nəticə ola bilər. Eynən. Və həmişə Türkiyə uzun illər boyu, daha doğrusu bu terrordan əziyyət çəkib. Siz çox maraqlı məsələlərə toxundunuz. İrəlidə analoji məsələ ilə qarşılaşan bizdən danışacağıq. Çünki Azərbaycan, əgər sizin PKK ilə bağlı əlavəniz varsa, sizdən xahiş edəcəm, onunla bağlı deyəsiniz. Daha sonra isə biz elə onun analogiyasının çox gözəl nümunəsi var Cənubi Qafqazda. Hə, bizim həmkarlar kifayət qədər ətraflı danışdılar. Orada 4 müstəvi daha çox bürüzə verir. Bu hərbi müstəvidir, siyasidir, ideolojidir və iqtisadidir.
əgər hərbi müstəvidə həmin dediyimiz müsbət dəyişiklik hərbi müstəviyə aiddirsə, ideoloji, siyasi və iqtisadi zəmində olan mübarizə hələm davam edir. Və səslənən fikirlər də bilavasitə ondan xəbər verir ki, müxtəlif müstəvilərdə bu proses davam etdiriləcəkdir və əminəm ki, Türkiyə hökumətinin bununla bağlı konkret proqramı var. Həm də silahların təhvil verilməsi və digər məsələlər üzərində də işlər təbii ki, gedir. Eynən. Və biraz əvvəl barəsində danışdığımız məsələ Azərbaycan və Ermənistan arasında cərəyan proseslərdəndir. Yəni, necə ki, Türkiyə bundan əziyyət çəkir, bizdə 30 ildən çox, siz təbii ki, daha yaxşı bilərsiniz bu, həm yaş məsələsi, həm də təcrübə ilə bağlı məsələ nəzərə alsaq, Ermənistan Azərbaycana qarşı etdiyi terror aktları ardıcıl şəkildə atəşkəsin pozulması, atəşkəs rejimi elan olunandan sonra, amma indi isə biraz vəziyyət fərqlidir. Məsələ burasındadır ki, artıq, belə deyək, sülh var və tam sülhdən söhbət gedir. İkinci Dünya müharibəsindən bu üzə bildiyimiz qədərlə bu cür sülhə nail olmaqla bağlı bir istiqamət. Tam qələbə. Bəli. Sülh yoxdur hələ. Tam qələbə. Yəni, biz buna dırnaq arası sülh deyə bilərik, tam qələbə deyə bilərik, sizin sözünüzə qüvvət. İndi biz sülhə axı nail olmaq istəyir, amma Ermənistan tərəfindən bununla bağlı konkret bir işartı gəlmir. Verilişin əvvəlində də qeyd etdiyimiz kimi, bir çox hallarda görürsən ki, nəsə ümid var, nəsə irəliyə addım atmaq olar, amma Ermənistan o addım atmır. Cənab Prezidentin bundan əvvəl çoxlu açıqlamalar vardı məsələ ilə bağlı. Demiş ki, top Ermənistan tərəfdədir, amma Ermənistan tərəfi ya gözlərini tutub, ya görməzdən gəlir, xarici təsirlər səbəbindən. Bəli, eynən. Yeri gəlmişkən, bu istiqamətdə Cənab Prezidentin bir açıqlaması oldu. Ağdam Muğam Mərkəzinin açılışında bu açıqlama oldu. İcazənizlə gəlin birlikdə izləyək, daha sonra qaydırıq müzakirəyə. Artıq öldü var, döndü yoxdur şuarı ilə biz yaşayırdıq. Və 44 günlük vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh səlnaməsidir. Bu bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Bir çox amillər qələbəmizi şərtləndirdi. Bu barədə dəfələrlə son 4 il yarım ərzində danışmışıq, fikirlərimizi bölüşmüşük. Bunlar cəmiyyətdə birmənalı qəbul edilir. Siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik və gənc nəsil, milli ruhda tərbiyə olunan gənc nəsil bu torpaqları heç vaxt görməyən, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən bu tarixi bağlar, bütün bu amillər və digər amillər bizim qələbəmizi şərtləndirdi və biz mütləq və tam qələbə qazandıq. Nə bizdən qabaq 10 illiklər ərzində, nə bizdən sonra 4 il yarım ərzində heç kim mütləq və tam qələbə qazanmamışdı və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm, amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəliyə gedirdi. Hər gün itkilər verirdi, şəhidlər verirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər gün yeni uğurlar əldə edirdi. Hər gün hansısa kəndləri azad edirdi. Bu bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu bizim hamımızın qələbəsidir. Və, hörmətli tamaşaçılar, bu qələbənin ardı isə biraz əvvəl dediyimiz bu sülhlə bağlı məsələdir. İndi isə Ermənistanın sülh mövzusunda ata biləcəyi çox addımlar var, amma biz burada müəyyən qədər səssizlik müşahidə edirik. Səssizliyin səbəbini azər mən bilmək istəyirik ki, bu Ermənistana olan xarici təsirlərlə əlaqədardır, yoxsa Paşinyan daxildə öz aləmində, belə demək mümkünsə, transformasiyanı o qədər yavaş aparmaq istəyir ki, 2026-cı il gəlsin, parlament seçkiləri, digər proseslər olsun və yəni bu məsələ məndən keçdi deyə açsın bir qırağa. Yoxsa ayrı səbəblər var. Buradan bunu necə formulunu çıxarmaq olar? Şübhəsiz ki, sadaladığınız bütün aspektlərin bu və digər formada
yaranmış vəziyyətdə biruzə verdiyini biz şahidi oluruq. Biz təbii ki, kənar müdaxilələr kifayət qədər güclüdür. Yəni bunu heç kəs inkar edə bilməz. Xüsusilə də Avropa Birliyinin həm siyasi, həm hərbi, həm də digər müstəvilərdə göstərdiyi dəstək faktiki olaraq dəstək kimi görsənir, amma realda olaraq bu da həm də Paşinyan administrasiyası üçün çox güclü bir siyasi bir təzyiq kimi və təzyiq aləti olaraq istifadə olunan bir siyasətdir. Ən azından o məlum mülki missiya və digər yalançı dırnaqarası olan deməli təsisatlar vasitəsilə bu siyasət həyata keçirilməkdədir. Eyni zamanda biz okeanın o tayından da Paşinyana gələn dəstəyin azaldığının şahidi oluruq. İndi ayrı-ayrı senatorlar, konqresmenlər səviyyəsində siyasi dəstək də olsa, ən azından Amerika Birləşmiş Ştatlarının prezidenti səviyyəsində və onun administrasiyasında təmsil olunan birinci, ikinci, üçüncü şəxslər səviyyəsində biz bu əlaqənin nisbətən zəiflədiyini şahidi oluruq. Ən azından Mark Rubio və digərlərinə, sonra Vance-lə görüşü xatırlasaq, o şəkil yadınızdadır da, sizin məlum bir şəkil vardı. Deməli, burada söhbət ondan gedir ki, bəli, xarici təsirlər ələmdə var və bu xarici təsirlər fonunda Paşinyan ən azından mayın 9-unda Moskvaya səfər etməklə, daha doğrusu 8-ci səfər idi, mayın 9-u paradda iştirak etməklə özü üçün Rusiya vektorunda maraqların bu və ya digər formada altını qırmızı xətlə çizməkdə maraqlı olduğunu da göstərmiş oldu. KTMT-də, MDB və digər təsisatlarda Ermənistanın anti-Rusiya mövqelərinin olduğunu nəzərə alaraq onu daha da yumşaltmaq, daha çox Rusiya-pərəst, Rusiya meyilli bir siyasət yürüdülməsində maraqlı olduğunu göstərdi və bunun da nəticəsini gördü. Rusiyada səslənən ən yüksək səviyyədə fikirlər, xüsusilə də erməni pərəst bir mövqeyin müəyyən mənada özünü büruzə verməsi onu göstərdi ki, burada da aşağı-yuxarı Paşinyan müəyyən mənada mövqeləri yaxınlaşdıra bilibdir. Bu kənar müdaxilələrdən söhbət gedir. Ən azından biz bilirik ki, mayın 9-u öncəsi dövriyyə başqa bir məlumatda daxil oldu. Xüsusilə də Robert Koçaryanla bağlı olan Kremldə görüşlərin keçirilməsi və digər məsələlər. Eyni zamanda da Cənubi Qafqazla bağlı, xüsusilə də Ermənistan üzərindən kuratorun dəyişməsi, Koçakın, deyək, Kiriyenko ilə dəyişdirilməsi və bu da hansı proseslərdən xəbər verən bir hal idi. Bu da bir mesaj idi Ermənistanın ki, Ermənistan dərhal axırıncı günə qədər getmək barədə qərar verməyən Paşinyan çox rahat şəkildə paşa-paşa getdi. Yəni dırnaq arasında yenə də deyək, Moskvaya səfər elədi. Bunu göstərdi ki, bu da çox ciddi, onu narahat edən məqamlar var və Rusiya da bu məsələdə çox qətiyyətlidir. Qaldı ki, daxili auditoriyada və daxili sahədə baş verən proseslər artıq Ermənistanda həqiqətən çox maraqlı situasiya yaranmaqdadır. Gümrük və digər şəhərlərdə müxalif qüvvələrin bələdiyyə seçkilərində qalib çıxması, bu və digər formada rıçaqları öz əllərinə alması, sonra da heç vaxt belə çox açıq-aşkar biruzə verməyən Kommunist Partiyasının həmin o seçkilərdə qalib tərəf qismində çıxış etməsi bundan xəbər verir ki, müxalifət düşərgəsi daha da monolitləşmə istiqamətində müəyyən deməli fəaliyyətlər həyata keçirməkdədir. Qarabağ klanı bu prosesdən bir qədər kənarda qalır. Müəyyən qüvvələr çalışır ki, Qarabağ klanını öz tərəfinə çəksin. Yəni Rusiyada tərəf olan siyasi mərkəzlər bu faktordan öz maraqlarına istifadə etmək istəyirlər. Avropa Birliyində olan qüvvələr başqa cür bundan istifadə etməyə çalışır. Erməni lobbisi, xüsusilə də Amerika Birləşmiş Ştatlarında olan lobbisi də yenə də bax burada Qarabağ klanının kartından deyək, istifadə etmək niyyətindədir. Amma erməni cəmiyyətinin özü Qarabağ klanı ilə bağlı kifayət qədər çox kəskin bir mövqeydədir və ən azından blogerlər, ekspertlər və analitiklər səviyyəsində gedən yazılar da bundan xəbər verir ki, heç də burada bütün hadisələr bir mənalı qarşılanmır. Baxın, sadaladığımız istiqamətlə bir daha onu deməyə əsas verir ki, Ermənistan həqiqətən də sözün əsl mənasında özünü siyasi bir dalana salıbdır. Hətta şahmat dilində desək, çung-çvang vəziyyətinə gəlib düşübdür. Yəni, atacağı istənilən addım onu məğlubiyyətə apara biləcək bir addım ola bilər. Ona görə də Ermənistan siyasi hakimiyyət, siyasi elitası daha doğrusu çalışmalıdır. O cümlədən də təbii ki, bunun başında duran siyasi hakimiyyət çalışmalıdır ki, elə bir addım atsın ki, zaten udzan
tərəfdir. Zaten cənab prezident qeyd elədiyi kimi mütləq və tam qələbə əldə etmiş Azərbaycan var və Azərbaycanla əgər sülh sazişi ətrafında, indi mətnin razılaşdırılmasını qoyaq bir qırağa və hadisələrin gedişatı da göstərir ki, mətnin razılaşdırılması bir çox proseslər üçün kifayət etmir. Digər şərtlər üzərində də, Azərbaycan şərtləri üzərində də Ermənistan tərəfi öz mövqeyini qətiləşdirməlidir. Ondan sonra artıq real o sülh prosesinin daha da intensiv şəkil alacağını bir şahidi ola bilərik. Hələlik ki, tam və mütləq qələbə var. Biz getdikcə bu qələbəmizi daha da möhkəmləndirməliyik. Eynən. Və cənab prezidentin deməli Ağdamda daha bir açıqlaması olmuşdu. Orada bundan əvvəlki vəziyyətlə bağlı prezident İlham Əliyev detallı şəkildə məlumat vermişdi. Gəlin elə bu açıqlamanı da birlikdə izləyək, çünki burada çoxlu həqiqətlər var. Ardınca isə müzakirəmizi davam etdirəcəyik. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayır. Ölkə demək olar ki, idarə olunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə idi. Torpaqlarımız isə işğal altındaydı və işğal davam edirdi. Və xarici dəstəklə Ermənistan öz işğalçılıq siyasətini Azərbaycana qarşı həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı. Və o vaxtdan bugünə qədər Azərbaycan inkişaf yolu ilə gedir. 32 il ərzində bir çox hadisələr baş vermişdi. Ancaq bütün hadisələrə baxmayaraq, bütün çətinliklərə baxmayaraq biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq, gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altındaydı. 1 milyondan çox insan evsiz, eşiksiz qalmışdır. Ancaq müharibə dayanmasaydı daha böyük faciə ilə biz üz-üzə qala bilərdik. Bu çox müdrik, amma çətin qərar idi. Bu bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük ki, nə qədər məqsəd yönlü düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir. Və həmin dövrlərdə indiyə qədər bir çox hadisələrin biz müşahidəsini apardıq. Amma indiki situasiya bundan ibarətdir ki, Azərbaycan yenə də Ermənistan tərəfindən bəzi istiqamətlərdə hücumlara məruz qalır. Diplomatik sferada bu hücumların biz ardını görürük. Amma əfsuslar olsun ki, həm Naxçıvan istiqamətinə, həm də işğaldan azad olunmuş ərazilər istiqamətinə şərti sərhədlər boyunca yenə də atəşkəsin pozulmasına dair məlumatlar çıxır ortaya. Müdafiə Naziri bu barədə məlumatlar verir. Ermənistanda isə sanki bunu görməzdən gəlirlər və yenə də çox əfsuslar olsun ki, əvvəllər olduğu kimi bir növ dırnaqarası ənənəyə çevrildiyi kimi deyirlər ki, Azərbaycan tərəfi bu addımı atdı deyə dezinformasiya xarakterli məlumatlar yayırlar. Üstəgəl o binokul diplomatiyasının belə deyək də öndə gedənləri həmin o informasiyaları qeyd edirlər, dırnaqarası informasiyaları və onları bir paket halına yığaraq göndərirlər. Ya Brüsselə, ya Fransa bir istiqamətdə göndərirlər ki, onlar da yəni belə başa düşürük ki, bizə qarşı müəyyən hüquqi bazanın yığılmasına məşğuldurlar. Amma hüquqi bazanın real yox da dezinformasiya olduğuna dair istiqamət yoxdur orada. Yəni deyirlər ki, səhv də olsa bu belədir.
Sözümüzün canı bundan ibarətdir ki, Anar müəllim, bizim təklifimiz iki istiqamətdədir. Birinci əsas istiqamət var, Ermənistan gələcəkdə bizə qarşı yeni hökumət dəyişikliyi olsa, nə olsa, bizə qarşı yenidən nəsə iddialar səsləndirməsinlər, yaxud da hansısa danışılan bir müqavilə ləğvə gedməsin, konstitusiyada dəyişiklik, həmçinin normativ hüquqi aktlar, konstitusiyada belə deyək, istinadlar olan. Bunların dəyişilməsinin əvəzinə Ermənistanın bəzi hüquqi bazaların yığması, bəzi faktları Azərbaycanla bağlı, Azərbaycan əleyhinə və əsasən dezinformasiya xarakterli olan faktların yığılması bir tərəfdən. Biz bunu necə başa düşə bilərik? Ermənistan görəsən nə etmək istəyir? Təşəkkür edirəm. Öncə onu qeyd edeyim ki, Azərbaycan da bəli, Türkiyə PKK ilə bağlı məsələlərdən danışdığımız buna keçid etdikdə bunu əlavə etmək istəyirəm ki, Azərbaycan da uzun illər ərzində erməni terrorundan əziyyət çəkən bir dövlət və xalqıq. Və bu çox təəssüf ki, tarix müstəqillik dövrümüzlə yekunlaşmır, məhdudlaşmır. Hələ 1899-cu ildə bugün fəxrlə Milli Partiya adlandırdıqları Daşnak Üstün Partiyası erməni gəncliyinə müraciət imzalayarkən müraciətini açıq şəkildə bəyan edir ki, istənilən Türk, Kürt, müsəlman insanını 5 yaşdan yuxarı, sonra hətta 13 yaşa endirirlər. 3 yaşdan yuxarı istənilən müsəlmanı, Türkü, Kürdü məhv edin, öldürün, başını kəsin və s. Bu təbii ki, soyqırma, bu qətliama, bu terrora çağırışdır. Və bugünə qədər də bir rəsmi partiya bugünə qədər də o çağırışından, tarixi çağırışlarından imtina etməklə bağlı hər hansı bir mövqe ortaya qoymayıbdır. Və yaxud da 1905-7-ci illərdə erməni terroru kifayət qədər Azərbaycana qarşı qətliamlarla, soyqırımlarla paralel şəkildə terror metodlarından da çox geniş istifadə olundu. 18-ci ildə, 20-ci ildə, 48-53-cü illərdə Ermənistandan insanlarımız o dədə-baba yurtlarından qovularkən və təbii ki, müstəqilliyi əldə etmə ərəfəsində, SSR-nin dağılması ərəfəsində ermənilərin başladığı bu Azərbaycana qarşı əsassız ərazi iddiaları və bunun kökündə bir çox qanuna zidd metodlardan, eləcə də terrorizmdən istifadə olunması. Çox maraqlıdır ki, bu gün həm də Cənab Prezidentin də qeyd etdiyi kimi çox tarixi bir qərarın qəbul olunması, çox məsuliyyətli bir qərarın qəbul olunduğu dövrün il dönümüdür. 12 may tarixində, 94-cü ildə Bişkek protokolu imzalandı. Məhz o protokolla həqiqətən də əslində Azərbaycan hakimiyyəti, ulu öndər, ümmili liderimiz çox ağır bir məsuliyyətin altına girmişdi. Çox ağır bir məsuliyyətin altına. Amma çox uzaq görənliklə, çox müdrikcəsinə müasir Azərbaycanı inkişaf edən və güclənərək, iqtisadiyyatını, ordusunu gücləndirərək, həmin işğal olunmuş torpaqları geri qaytaran Azərbaycanı görərək, uzaq görənliklə verilmiş bir qərarın il dönümündəyik. Bəli, baxmayaraq ki, atəşkəs elan olundu, amma ondan sonra da Azərbaycanda, metrolarda, o deməli, ictimai nəqliyyatlarda erməni terroru yenə də davam etdi, yenə də əsdi. Çox təəssüf ki, bax, bu gün dediyimiz o tam qələbə, mütləq qələbə əldə olunduqdan sonra, Ermənistana biz yenə də sülh əlimizi uzatdıqdan sonra, sülh bəndləri, hətta sülh sazişinin bəndləri mart ayında razılaşdıqdan sonra da Ermənistan təxribatlarından əl çəkir. Ermənistan yenə də sərhəddə o pozculuq addımlarını atır. Ermənistan yenə də silahlanma ilə bağlı proseslərini davam elətdirir. Dünənləri, bu gün səhv edilməsə, bu gün səhər Ermənistan Müdafiə Naziri Almaniyaya səfər etdi. Nəyə görə? Axı, Ermənistanın təhlükəsizliyi ilə bağlı hansı problemləri var ki, Ermənistan kütləvi surətdə ağır silahlanma prosesini həyata keçirir. Ayrı-ayrı mənbələrdən silahlanma ilə bağlı, silah əldə etmə ilə bağlı müzakirələrdə, danışıqlarda, müqavilələrin imzalanmasında və yaxud da Hindistandan növbəti raket kompleksinin alınması ilə bağlı, ikinci partiyanın daha doğrusu alınması ilə bağlı məsələlər artıq yekunlaşıb, ikinci partiya, növbəti partiyaya gəlir. 710 milyon dollarlıq. Nə üçündür? Bunların hamısının arxasında nə dayanır? Bu onu bir daha göstərir ki, Ermənistan siyasi liderlərinin bəyan etmələrinin əksinə olaraq, bəyanatlarda, sözlərdə dediklərinin əksinə olaraq, realda Ermənistan sülhə hazır deyil. Realda Ermənistan Azərbaycanla sülh istəmir. Çünki Ermənistanın yaranma funksiyası, yaradılma funksiyası, Ermənistanın havadarları, mən xüsusilə təbii ki, bölgəmizdə də var elə, İranın da bəzi dairələri, Rusiyada. Amma xüsusilə mən qərb dairələrini qeyd etmək istəyirəm ki, qərb gücləri Cənubi Qafqazda Ermənistan üzərindən həyata keçirdikləri oyunları
pozan Azərbaycana yenidən təzyiq aləti formalaşdırmağa çalışırlar. Azərbaycanla sülh müqaviləsinin imzalanması onların əllərindəki o instrumentləri az da olsa qalan instrumentləri əllərindən almış olacaqdır. Ona görə də tənzimlənən, idarə olunan münaqişə, idarə olunan gərginlik Qərb üçün, Qərb gücləri üçün, neoimperialist qüvvələr üçün bu dəqiqə həyati əhəmiyyətli faktorlardır və ona görə də heç bir halda bu faktoru, bu instrumentləri əllərindən buraxmaq istəmirlər. Əks halda Ermənistan həqiqətən səmimidirsə bəyanatlarında biz bu günə qədər Ermənistandan sülh prosesinə mane olan, yəni əslində sülh sazişinin bəndlərinin razılaşdırılması fərqli bir siyasi prosesdir. Ermənistan və havadarları, hətta Avropa mətbuatı da bunu məqsədli şəkildə qarışdırmağa, eyniləşdirməyə çalışır. Biri digərinin davamı, amma ayrı-ayrı proseslərdir. Sülh müqaviləsinin imzalanması üçün zəruri şərtlərin formalaşması isə tamamilə fərqli bir prosesdir. Məhz Ermənistan sülh müqaviləsi ilə bağlı zəruri şərtlərin formalaşması istiqamətində addımlar atmalıdır. Əgər səmimidirsə, biz bu addımları görə bilirikmi? Tam əksinə, Ermənistan Baş Nazirinin sözçüsü bəyan edir ki, biz hələ 2025-ci ilin sonlarına yeni konstitusiyanın deməli, hazırlayıb təqdim edəcəyik cəmiyyətə, ondan sonra müzakirələr başlayacaq. Bəzi fikirlər var ki, 2027-də, 28-də, bəzi fikirlər var ki, hətta 2026-da parlament seçkiləri ilə paralel şəkildə bunlar həyata keçirilsin. Amma burada mahiyyət yenə də öz çirkin məqsədləridir. Yenə də öz hakimiyyətlərini qoruyub saxlama istəkləridir, planlarıdır. Mahiyyət sülh deyil, mahiyyət Qafqazda, bölgəmizdə davamlı əməkdaşlığa, davamlı əlaqələrin qurulmasına xidmət eləyən sülh proseslərinin formalaşması deyil. Çünki Paşinyan və onun komandası, onu hakimiyyətə gətirən güclər, qüvvələr çox gözəl anlayır ki, sülh müqaviləsi imzalandığı günün sabahı Paşinyana ehtiyac aradan qalxacaqdır. Paşinyan və komandasına ona ehtiyac qalmayacaqdır. Ola bilsin ki, növbəti seçkilərdə Paşinyanın yeritdiyi xəttə uyğun bir komanda yenidən formalaşacaqdır. Qərb yönümlü komanda formalaşacaq. Amma Paşinyan olmayacaqdır. Bunu Paşinyan və onun komandası çox gözəl anladığı üçün də sülh müqaviləsi özü üçün bir sanki qalxana çeviribdir. Özü üçün bir qoruma pərdəsi yaradıbdır. Onun arxasında gizlənərək güya sülh görüntüsü formalaşdırır, sülhə hazır olduqlarını bəyan eləyir, amma hakimiyyətini uzatma aləti kimi bunu qoruyub saxlamağa çalışır. Mən əlavə eləmək istəyirəm. Məsələ bundadır ki, qalxan məsələsində müəyyən mənada razılaşa bilərəm. Amma bəlli məsələdir ki, Ermənistan siyasi hakimiyyəti, onlar bugün sülhlə bağlı hansısa bir ciddi addım atmaq iqtidarında deyirlər. Ona görə ki, 26-cı il var, ona görə ki, 27-ci il var qarşıdan gələn, indi 27-ci il deyirlər konstitusiyana bağlı referendum məsələsini. Amma reallıq ondan ibarətdir ki, onlar başa düşürlər ki, bax, indiki situasiyada mən nə üçün dedim, çung-çvang vəziyyətindədir. Onlar çox gözəl dəyərləndirirlər ki, hansısa bir addım atsalar, hətta biz, necə ki, bir qədər əvvəl siz qeyd elədiniz, PKK məcbur oldu bu addım atmaq. Bugün də artıq elə bir şərait yaranıb ki, Ermənistanın siyasi hakimiyyəti bu addım atmağa məcburdur. Amma hətta bu çox qorxunc bir ssenari təsir altında olsa da belə bunu eləyə bilmirlər. Nəyə görə? Çünki başa düşürlər ki, bir var prosesi 26-sına qədər uzatsın, 2026-cı ilə qədər. Bir də var ki, bugün artıq öz, necə deyərlər, o Damokl qılıncını öz başına salmış olsunlar. Bəli, ona görə də onlar maksimum çalışırlar bunu 2026-cı ilə qədər uzatsınlar və yeri gəlmişə sözçüsündən də yanaşı, həm də Ədliyyə Naziri də konkret olaraq dedi ki, işçi qrupu var, işlər gedir falan. Yəni, bu da bir mesajdır ki, yəni biz buna meyilliyik, amma biz bunu bugün etməliyik. Amma çox təəssüf ki, Ədliyyə Naziri açıqlamasında bir bəndi də qeyd etdi, mən üzrəm istifatınıza girəcəm, bir bəndi də qeyd etdi ki, müstəqillik bəyannaməsinə istinadın çıxarılması ilə bağlı məsələ müzakirə predmeti deyil. Çox təəssüf. Və hazırda Ermənistan Milli Məclisində müzakirələr gedir. Parlamentdə fərqli istiqamətdə müzakirələr gedir. Hələ indiyə qədər sizin də dediyiniz kimi o məsələ 19-dan çox mövzu ortaya çıxarılıb və müzakirəsi aparılıb. Amma sırf bu mövzuda Ermənistan konstitusiyasında həmin o istiqamətlərin çıxarılması məsələsi müzakirə predmeti kimi girməyib ortaya. Amma Ermənistan hakimiyyətinin, onu müxalif yönümlü deputatlardan biri dedi, Ermənistan hakimiyyətinin psixoloji reabilitasiyadan keçməsinə dair təkliflər irəli sürülüb yeri gəlmişkən. İndi o ehtiyac var yoxsa onlar özlərinin daxili işlərdir, amma bizə lazım olan istiqamətlər ayrı istiqamətlərdir. Hansı ki, Ermənistan parlamentində bu 4-cü gündür, səhv etmirəmsə, bu müzakirələrin getdiyinə dair istiqamətlər var, amma hələ ortada bir şey yoxdur. Və Cavad müəllim, bu istiqamətləri nəzərə alaraq sizdən soruşmaq istəyirik ki, görəsən, lap tutaq ki, 2026-cı ildə parlament seçkiləri oldu. Belə olan halda biz, misal üçün, daha bir il gözləmək
kimi Ermənistana şans verməyimiz nə qədər məntiqə uyğun ola bilər, yaxud da Ermənistanın hazırda hərəkətsizliyinin səbəbi sırf 26-cı ilin konstitusiya seçkiləri ola bilərmi, yoxsa burada ayrı səbəblər var? Bilirsiniz, bizim gözləməyimiz deyəndə biz öz işlərimizi görmüşük, torpaqlarımızı işğaldan azad eləmişik, sərhədlərimizi möhkəmləndirmişik, təkliflərimizi vermişik sülh sazişi ilə əlaqədar və oturub gözləyirik. Yəni, Cənab Prezidentin də dediyi kimi, top Ermənistan sahəsindədir. Evet. Əgər sülhə ehtiyacları varsa ki, məncə bugün onların daha çox sülhə ehtiyacı var, buyursunlar, üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər və həqiqətən sülh istədiklərini göstərsinlər. Bəzən sülhlə əlaqədar məsələlər müzakirə olunanda ümumiyyətlə dünya ictimaiyyətində də belə şey unudurlar ki, bu sülh təklifini birinci verən Azərbaycan oldu, sülh prinsiplərini də birinci eləyən Azərbaycan oldu və bu sülh mətni də Azərbaycanın tələb və təklifləri istiqamətində formalaşdı. Yoxsa Ermənistana qalsaydı, xatırlayırsınızsa hələ 2024-cü ilin dekabr ayına qədər, yanvar ayına qədər üzr istəyirəm, onların Qarabağ ermənilərinin hüquqları haqqında müəyyən tələbləri var idi. Daha keçən ilə qədər Minsk qrupu haqqında və ya sərhəddə üçüncü tərəflər haqqında məsələlər var idi, beynəlxalq məhkəmələr prosesləri var idi. Yəni, bütün bunların hamısı Azərbaycanın tələb və təklifləri çərçivəsində formalaşdı. Bugün bu canlı hala gəldi mətin. Yəni, bunu hər şeydən əvvəl diqqətə almaq lazımdır. İkincisi, Ermənistan, məsələn, biz daha əvvəlki dövrlərdə müzakirə edəndə Ermənistanın müttəfiqləri, dəstək verən kimləri sayırdıq? Fransa, Belçika, Yunanistan, Hollandiya, Avropa İttifaqını bu prosesdə bizə qarşı qızışdırırdılar. Avropa Parlamentində, Avropa Şurasında və Joseph Borrell'ın açıqlamalarını xatırlayırıq. Bizə qarşı Ermənistana verilən dəstəklər. İkincisi, İran bu prosesdə çox aktiv rol oynayırdı daha əvvəlki dövrlərdə. Hindistan çox aktiv rol oynayırdı və davam eləyirdi və Biden administrasiyası. İndi bütün bunların hamısı nəzərdən keçəndə, xüsusən sonuncu olaraq Avropa Xarici Siyasət Təhlükəsizlik Komissarı Kaja Kallasın Azərbaycana səfərində görüldü ki, proses onların istədiyi kimi getmir, Ermənistanın istədiyi kimi getmir. Trump administrasiyasının hakimiyyətə gəlməsi, Cənab Pezeşkiyanın Azərbaycana səfəri, Hindistanın Pakistana məğlub olması, ona verilən silahların istənilən nəticəni göstərmədiyini göstərdi. Yəni, Ermənistanın xaricdə o ümid bəslədikləri yavaş-yavaş təmizlənməyə başladı. Və bilirsiniz ki, bu məsələdə də bir vacib məqam daha var idi. Onlar bir şeyə daha ümid edirdilər ki, Türkiyə vasitəsindən bəlkə nəyəsə nail olacaqlar. O ümidlər də ortadan qalmış. Türkiyə vasitəsindən bizə təsir mi göstərməyə? Bizə təsir göstərməyə. Özlərində belə bir xəyal qururdular, ümid bəsləyirdilər. O proses gördülər ki, yoxdur. Yəni, Türkiyə burada tam fərqli bir mövqedə durub və o mövqeyini davam etdirir. Ermənistan 30 il Azərbaycan ərazilərini işğal eləyərkən həm bölgəsəl layihələrdən izolyasiya oldu, heç bir bölgəsəl enerji nəqliyyat layihəsində yer almadı və suverenliyini itirmiş oldu. İndi onların baxışından Qarabağı da itirdilər və hələ də izolyasiya olmuş vəziyyətdədirlər və Azərbaycanın tələblərini qəbul etmədikləri sürəcə bu izolyasiya davam etdiriləcəkdir. Və hər nə qədər Qərblə münasibətlərini inkişaf etdirməyə çalışsalar da, regionda geosiyasi vəziyyət bir balaca dəyişən kimi Paşinyan yenə gedir Moskvaya. Yəni, bu məsələ hələ də o asılılıq davam edir. Burada yeganə bir məsələ qalır onlar üçün. Azərbaycanın istədiyi sülh şərtlərini yerinə yetirmək, Azərbaycanla və paralellə Türkiyənin sərhədlərinin açılması. Yəni, Ermənistanın gələcəyi Qarabağı işğal olduğu dövrdə də, işğaldan azad olduğu dövrdə də göstərildi ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyənin münasibətləri inkişaf etdirməkdən keçir. Daxili siyasət, bəli, daxili siyasətdə müxalifət Paşinyanın əleyhinə vəziyyəti istifadə edir. Amma burada günahkar Paşinyandır. Niyə bilirsiniz? Biz 44 günlük vətən müharibəsindən sonra torpaqlarımızı işğaldan azad eləyəndən sonra Paşinyan komandasına sülh sazişi təklif eləyəndə onlar 3 ildir, 4 ildir o xarici qüvvələrlə əməkdaşlıq eləyib bizi provokasiya eləmək, sabotaj eləmək yerinə Azərbaycanla razılaşmağı seçsəydilər, bugün müxalifətin o içəridə vəziyyəti qarışdırmalarından asılı olmayacaqlardı. Bugün xaricdəki
dəstəkləri azalmış oldu və daxildə daha həssas bir vəziyyətə düşüblər. Konstitusiya məsələsində müzakirələr davam edir, amma bu biraz daha dərin məsələdir. Yəni bugün Ermənistanda insanların ideolojik olaraq baxışı o qədər anti-Azərbaycan və anti-Türkiyədir ki, onu dəyişdirmək o qədər asan məsələdir və bunu eləyənlərdən biri elə Paşinyan özü idi. Hansı ki, Qarabağ müharibəsindən, ikinci və Qarabağ müharibəsindən əvvəl getdi Xankəndiyə dedi ki, Qarabağ Ermənistandır. Yəni, bütün erməni siyasi liderləri və erməni elitası Ermənistan ictimaiyyətini elə bir vəziyyətə gətirib çatdırıblar ki, bugün daxildə bir dəyişiklik eləmək nə Paşinyan üçün, nə o birisi üçün qeyri-mümkün və hakimiyyətini itirmə təhlükəsi ilə qarşı-qarşıya qalır. Bugün Robert Koçaryan da və onun dəstəkçisi olan qüvvələr də bəli, konstitusiya məsələsini, Minsk qrupu məsələsini orada daxildə Paşinyana qarşı istifadə edirlər. Amma onu indiyə kimi müsbət addımlar atmayaraq, yəni xaricdən ümidini kəsənə kimi müsbət addımlar atmayaraq, bugünkü vəziyyətə gətirib çıxardan səbəbkar Paşinyanın özüdür. Digər tərəfdən, məsələn, biz Ermənistanla şifahi olaraq belə bir mətndən də çıxartdılar, üzr istəyirəm, mətndən də çıxartdılar ki, üçüncü ölkələrin qüvvələri Azərbaycan-Ermənistan sərhədində olmasın. Amma biz yenə görürük ki, Avropa İttifaqının nümayəndələri gəlib binoklan Azərbaycan tərəfini izləyirlər, ifadə edildiyimiz kimi müəyyən hesabatlar tuturlar, Azərbaycana qarşı hansısa prosedur. Düzdür, indi başa düşürəm, onların da öz siyasi maraqları var, amma Ermənistan hakimiyyəti də söz verdiyi kimi bu istiqamətdə müsbət bir addımlar atdığını görmürük və ya Minsk qrupu istiqamətində addımlar atdığını görmürük. Minsk qrupu istiqamətdən bir açıqlama verdilər ki, biz sülh sazişini imzaladığımız gün Minsk qrupu ilə əlaqədar da müraciət qəbul edəcəyik. Ya o müraciət Minsk qrupunun o 13 üzvü biri tərəfindən veto edilsə nə olacaq? Yəni bilirsiniz, burada Paşinyan hakimiyyətinin atmış olduğu addımlar Azərbaycanda təəssüflər olsun ki, etimadla qarşılanmır və bunun günahkarı özləridir. Hər dəfəsində Azərbaycanla sülh sazişini gecikdirmək üçün müəyyən fərqli addımlar atmağa başladılar, çalışdılar və bugünkü gətirdilər özlərini dalana girətdilər. Artıq nə qurban rolunu oynaya bilirlər, nə həqiqətən sülh istədiyini göstərə bilirlər. Çünki dünyada gedən geosiyasi, onların bir ümidi var idi. Xatırlayırsınızsa, 2-ci Qarabağ müharibəsindən sonra ümid edirdilər ki, nə vaxtsa geosiyasi vəziyyət dəyişəcək Ermənistanın lehinə. O zaman bunu da ən çox onlara inandıran Makron idi və bu dəqiqə Makron özü çox çətin vəziyyətdədir. Nə vaxtsa vəziyyət onların lehinə dəyişəcək və o zaman Ermənistan Azərbaycandan fərqli tonda danışacaq, amma heç də onların istədiyi kimi olmadı. Vəziyyət bəli dəyişdi, amma Azərbaycanın lehinə dəyişmiş oldu. Yəni bugün Azərbaycanın dünyada gedən proseslər əhəmiyyətini artırmış oldu. Ölkələrdə hakimiyyət dəyişiklikləri Azərbaycanın strateji əhəmiyyətini artırmış oldu. Bu səbəbdən yəni bugünkü özləri üçün yaranmış vəziyyəti, çətin vəziyyəti səbəbkarı özləridir. Prosesi gecikdirərək. Bir də Azərbaycanın yaratdığı reallıq var da. Mən bir əlavə etmək istəyirəm. Çox maraqlı bir təhlil oldu və Paşinyan, onun komandası günahkardır. Bəli, həqiqətən elədir. Amma Vətən müharibəsi, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistanda proseslər bir qədər fərqli idi və Ermənistanla sülh müqaviləsinin imzalanması imkanları daha real idi. Amma həmin ərəfədə biz kənar güclərin addımlarını nəyi müşahidə edirdik? Məsələn, Fransa Senatının dırnaqarası Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı hökumətə çağırışını, qərarını görürdük. Mən onu deməyə çalışıram. Onlar o dövrdə onlara güvənəcəyinə yaranmış siyasi reallığı görür. Amma yenə də hara, belə demək mümkünsə, üzr istəyirəm ifadəmə görə vətəndaşlardan da, hərrətsək də, fırlatsaq da, belə demək mümkünsə, yenə də gəlir, fırlanır Ermənistanın özünün atdığı addımlara ki, təbii ki, yəni Ermənistanı həmin ərəfədə daha ciddi siyasi qərar, daha real siyasi qərarlar verməkdən çəkindirdilər. Müxtəlif yollarla, müxtəlif alətlərlə, hətta beynəlxalq hüququn prinsiplərinə daban-dabana ziddiyyət təşkil edən addımlar atmaqla, məsələn, biz Parisin merinin də gəlib o dövrdə mövcud olan o Laçın dəhlizinin Ermənistan hissəsinə gəlib orada dayanması, orada bəyanatlar səsləndirməsi. Parisin merini xatırlamırsınız, tırları düzmüşlər yardım məqsədi ilə. Yəni buna qədər addımlara gedildi. Birbaşa dövlətlərin daxili işlərinə müdaxilə idi belə. Ondan belə nəticə çıxartmadılar. Yəni onlar, mən bir şeyi xatırlayıram, bu 2020-ci ildə Qarabağ
2-ci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər onlar bir neçə dəfə dünya ictimaiyyətini, xüsusən Qərbi bizim əleyhimizə istifadə eləməyə çalışdılar. Çox səs-küy saldılar, çox dezinformasiya edilər. Olmadı da. Yəni biz necə bir var siyasi təbliğat, bir də reallığa baxırıq da. Yəni real analiz eləyəndə tırları gətirdilər, düzdülər. Fransanın prezident namizədi xatırlayırsınızsa gəldi, getdi. Qarabağa qədər gəldi, getdi. Orada Rusiya bayrağını açdılar. Bəli. Ondan sonra müəyyən diaspora yaratmağa çalışdılar. Əllərindən gələni elədilər. Heç nə eləyə bilmədilər. Məhkəməyə verdilər, xatırlayırsınız, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsinə verdilər, Təhlükəsizlik Şurasına. Yəni bəli, Azərbaycan yaratdığı bir reallıq vardı, amma dünya ictimaiyyətində də istədikləri nəticəni əldə edə bilmədilər də. Yəni ağlı başında olan, rasional, praqmatik bir lider çevik bir şəkildə qərar dəyişdirərdi ki, bizə nə daha yaxşı gələcək vəd eləyir. Amma onu eləmədilər. Və onu eləmədikləri üçün də bugün gəldilər. İndi təzədən keçdilər ağlaşma metoduna başlayıblar. Eynən. Bizim təxminən 6 dəqiqə vaxtımız var və icazə verirsə biraz ekspres formada Pakistan və Hindistan arasında cərələyən proseslər də gözdən keçirək. Çünki bu mövzu ilə paralel bizə dost ölkə Pakistanın da belə demək mümkünsə başı bəlalıdır. Amma digər tərəfdən isə onun qonşusu bir çox silahlarla Pakistanı hədələməyə çalışdı və Pakistan hökumətinin, xalqının etmədiyi şeylərə görə Pakistanı günahlandırmağa çalışdı. Amma nəticə isə, Cavit, biraz əvvəl sizin qeyd etdiyiniz formada oldu. Yəni ki, Pakistana qarşı yönəlmiş silahlar effektini də vermədi. Həmçinin də o taktikalar da, yaxud da o iyrənc siyasi manevrlərdə effektini vermədi. Və buradan sual çıxır ki, bitdimi bu məsələ, yoxsa hələ indi başlayır? Yox, düşünmürəm ki, bu məsələ bitdi. Səhv etmirəmsə, bu sadəcə 5-ci, çox ciddi, 6-cı hətta belə hərbi münaqişə idi. Bu müddət ərzində baş verirdi. 47-ci ildən üzü bəri, 70 ildə, az qala 70 il bir dövrdə, 70 ildən artıq. Məsələ bundadır ki, biz istənilən halda nəyi gördük? Yəni, məndə bu mənim şəxsi təəssüratımdır. Ola bilər, indi həmkarlar razılaşa da bilərlər, razılaşmaya da bilərlər. Bu Pakistan-Hindistan məsələsi deyildi. Yəni, çox ciddi geosiyasi oyunlar gedirdi bölgədə. Və çox ciddi bir qarşıdurmanı biz müşahidə edirik Amerika Birləşmiş Ştatlarının Çin Xalq Respublikası arasında. İndi ticari müharibələr və digər məsələlər. İndi bəlli məsələdir ki, həmin kifayət qədər güclü nüfuza malik olan və iqtisadi imkanlara malik olan bu iki dövlət müxtəlif kanallar vasitəsilə bu və ya digər bölgələrdə öz mövqelərini gücləndirməyə çalışırlar. Misal üçün, necə gördük ki, biz onu Amerika Birləşmiş Ştatlarının Ukraynada mövqelərini məlum sazişdən sonra möhkəmləndiyini biz şahid olduq. Bu sazişi imzalamaqla Amerika Birləşmiş Ştatları özünü Çinin bir çox ixrac, deməli, məsələn, xüsusilə də nadir mineralların ixracından asılı, hardasa müəyyən məqdərdə azad eləmiş oldu. Bu məsələnin bir tərəfi. Deməli, Pakistanla Hindistan arasında gedən biz o münaqişəyə baxanda görürük. Bəli, lokal şəkildə siz düz qeyd edirsiniz. Hindistan çalışdığı növbəti bir təxribata əl atsın. Dərhal Pakistanı günahlandırdı. Bəzi hallarda da o strateji cəhətdən bəzi əlverişli bir mövqeləri ələ keçirməyə cəhd elədi. Eyni zamanda daxili auditoriya yox, daxili cəmiyyətdə müəyyən mənada mövqelərini gücləndirmə bir növ anti-Pakistan əhval ruhiyyəsini daha da qabarıq şəkildə göstərmək üçün Modi hökuməti buna getdi. Amma bu tək budumu? Niyyət yox, təbii ki, tək bu deyildi. Nəzərə alsaq ki, hərbi döyüşlər əgər sonraki mərhələdə quru deməli, ərazilərdə baş vermiş olardısa, bu bilavasitə Çinlə Pakistanı əlaqələndirən çox ciddi enerji və nəqliyyat marşrutlarının keçdiyi ərazilərdə baş verəcəkdi və bu da birbaşa olaraq Çinin maraqlarına zidd ola biləcək bir hadisə ola bilərdi. İndi Modi ilə də Amerika Birləşmiş Ştatlarının indi yeni prezidentlərimizə münasibətləri bəllidir. Yəni bu mənim gördüyümdə indi ola bilər, indi başqa bir aspektlər var, o daha nisbətən zəif görsənir mənim təsəvvürümdə. Əksər ixtisasçı ekspertlərin dediyi fikirlər sizin dediyin fikirlərdən üstə düşür, Azər müəllim. Çünki bir tərəfdən təsadüfi deyil ki, Çinin Avropaya istiqamətlənən ticarət dəhlizlərinə alternativ olan Hindistanın ticarət dəhlizləri yaradılırdı və bu istiqamətdə İsrail BMT-də bu məsələ ilə bağlı belə deyək, hətta xəritəsini belə hazırlamışdı ki, bu hansı formada olacaq. Və baş verən hadisədə nəzərinizə çatdıraq vətəndaşların da demək olar ki, heç bir ölkə Hindistanı dəstəkləmədi İsraildən başqa. Burada iqtisadi maraqlar artıq ortaya çıxa bilir. Təbii ki, Birləşmiş Ştatların da burada əsas... G20-də də cəhd elədilər ki, o layihəni irəli aparsınlar, onda da dəstəklənməli. Bunun səbəbi var, çünki 2023-cü il deməli sentyabr ayında G20-nin razılaşmasında, toplantısında
İsrailin maraqlarına xidmət edən çox mühüm bir dəhlizin yaradılması ilə, AMEC dəhlizinin yaradılması ilə bağlı bir razılıq imzalanmışdı. Sonradan o Həmasın hücumu nəticəsində o nəzəriyyənin planının reallaşması ilə bağlı məsələlər müəyyən qədər arxaya keçdi. Bu mənada Hindistanla İsrail arasında çox ciddi bir iqtisadi əlaqənin, bağın yaradılması ilə bağlı perspektivlər mövcuddur. Mən hesab edirəm ki, Pakistan və Hindistan arasında gərginlik uzun 10 illiklərə, 100 illiklərə dayanır. Burada kifayət qədər ciddi ideoloji fərqliliklər mövcuddur, ziddiyyətlər mövcuddur. Amma indi baş verən hadisə situasiyadan istifadə etmə, fürsətdən istifadə etmə faktı idi. Yəni, Hindistanın yeni geosiyasi proseslərin formalaşmasını hesab etdiyi Hindistanın bu proseslərdən daha uğurlu çıxmaq, daha müsbət nəticələrlə çıxmaq üçün fürsətdən istifadə cəhdi idi. Çünki Çinə qarşı başladılan bu iqtisadi müharibələr fonunda Çindən istehsalın daha çox Hindistana yönləndirilməsi, Hindistan məhsullarının Avropa, rentabelli Avropa bazarlarına çıxarılması ilə bağlı, yeni dəhlizlərin, yeni yolların yaradılması ilə bağlı məsələlər, Hindistan faktorunun bir pillə daha önə çıxması ilə bağlı məsələlər, bunlar hesab edildi Hindistandakı bu fürsətdən istifadə edərək o əzəli düşmənimizə qarşı, Pakistana qarşı da bir addım ata bilərik, müəyyən bir nəticələr əldə edə bilərik, xüsusən o Cumhur bölgəsində, Kəşmir bölgəsində və s. Amma Pakistanın atdığı addımlar qətiyyətli, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə əsaslanan səbirli, təmkinli davranış, İlk başdan terror hadisəsinin beynəlxalq araşdırma ilə bağlı təklifin irəli sürülməsi, sonra Hindistanın hücumlarının yenə də biz hücum etmirik, amma bunlar araşdırılsın, bunların birgə komissiya şəklində araşdırılması həyata keçirilsin kimi çağrışlar edilməsi dünya ictimaiyyətində Hindistanın atdığı addımların qanunsuz olduğu, Hindistanın müharibə istədiyi, fürsətdən istifadə etməyə çalışdığını göstərdi. Bundan sonra Pakistanda kifayət qədər qardaşlarımız çox uğurlu bir gediş etdilər və hesab edirəm ki, o bir neçə hərbi aviabazanın darmadağın edilməsi bəli onu göstərdi ki, Hindistan üçün də aydın oldu ki, qarşısındakı 70-80-ci illərdəki, o 70-ci illər müharibəsindəki Pakistan deyil artıq. Və əvvəlki ilə indiki arasında yerlə göy qədər fərq var. Əfsər olsun ki, Pakistan-Çin Xalq Respublikası işbirliyi də burada öz təsirini göstərir. Çox ciddi. Hərbi sahədə Və sadəcə Çin yox, Türkiyəni unutmamaq lazımdır. Və orada Türkiyədən alınan silahlar Pakistanın uğrunda rol oynadı. Mən bir məsələni də qeyd edeyim, bu bizi ən yaxından maraqlandıran məsələlərdən biridir. Bu döyüşdə Pakistan üçün ortaq istehsal olunan JF-17 təyyarələri çox ciddi uğur göstərdi ki, Azərbaycanın maraqlandığı təyyarələrdən biridir. O istiqamətdə Pakistanla müqavilə imzalanmışıq. Yəni, bu da Ermənistanı silahlandıran Hindistana bir dərs olsun ki, həm dərs, həm də cavab. Rafaellərin vurulmasıdır. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik gəldiyiniz üçün. Mövzu sizinlə birlikdə daha maraqlı oldu və əgər biraz da vaxtımız olsaydı daha çox danışardı məsələ ilə bağlı. Ümid edirik ki, hörmətli tamaşaçılar, sizin üçün də maraqlı söhbət apardıq və əsas məsələ burada bundan ibarətdir ki, istənilən konfliktli vəziyyətdə, istənilən problemli məsələdə görünür ki, zaman hər şeyi öz yerinə qoyur və görünən daha bir məsələ də odur ki, sonda qalib gələn ədalət olur. Hindistan-Pakistan məsələsində Pakistan susturdu Hindistanı. Azərbaycan-Ermənistan məsələsində uzun illərdən sonra Azərbaycan artıq o sözünü dedi. Və digər istiqamətlərdə PKK ilə mübarizə aparan Türkiyə yenə də öz sözünü dedi və müəyyən müddətdən sonra artıq bütün proseslər öz axarına qayıdır və yenə də bir daha nəzərinizə çatdıraq, ədalət qalib gəlir və bundan sonra da qalib gələcək. Ədalət isə hələ ki bizim tərəfimizdədir. Biz aradan vaxt burada yekunlaşır. Sağ olun, salamat qalın.